Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina ve nebiyyina ve şefii' zunubina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Zamanı imamının zuhurunun təcil olması için salavat zikr edək. Bugünkü bəhsimiz mənim özüm üçün maraqlıdır. Ola bilsin sizlər üçün maraqlı olmasın. Müstəhəb olar. Ona görə deyirəm, mənim özüm üçün maraqlıdır. Ola bilsin sizin üçün maraqlı deyil. Mövzunu istifadə eləmişəm. Bizim əzəmətli alimlərimizdən biri olan mərhum Təbətəbai ağanın məlmizanından Təbətəbai ağanın və bütün üləmalarımızın dirilərin sağlığına, ölənlərin nami əməlinə salavat hədiyyə eləyək. Ağanın həmən o açacağım mövzuda çox gözəl işarələri vardı. Mən biraz o işarələri genişləndirmişəm, amma belə deyək də, çatdıra bilsəm ağanındır savabı, çatdıra bilməsəm günah özümündür. Və bütün bu bəhsi hədiyyə eləmək istəyirəm Peyğəmbərimizə, Muhammed sallallahu aleyhi və səlləm. Çün bu bəhsin nəticəsi gəlib dayanacaq bir məsələdə ki, həmən o fəzilətə demək olar ki, önəm verilmirdi. Amma bu araşdırmadan sonra bu məqamın, bu araşdırılacaq məsələnin əzəməti, bərəkəti, fəziləti bizlərə daha da aydın olacaq. Mövzuya daxil olmazdan öncə bir sualım var. Keçmiş dərslərimizə uyğun. Siz mənə sual verirsiniz, mən cavab verirəm. İndi mən sual verim, siz cavab verin. Deməli, la ilahə illallahın şərtlərindən qeyd elədik ki, bir qəbul şərti var, bir də inqiyad. Və geniş izah elədik, dəlil, sübut. İndi mənim sizə olan sualım budur. Qəbul və inqiyad şərtinin insan həyatında nə faydası var? O 2 saatı yan-yana qoy, nə faydası var? Necə? Necə əməl, yəni nə demək istəyirsən, başa düşmədim. Allahı təslim olmaq öz yerində ki, la ilahə illallahın şərtidirsə, deməli o olmasa la ilahə illallah şərtsiz sayılacaq. O da var. Mən istədiyimi verin mənə. Yəni siz nə biləsiniz, mən nə istəyirəm? Yaşayışı ona uyğun olur. Onlar hamısı dedikləri öz qəbuldur. Amma fərq nədədir? Yəni, qəbulla inqiyadın nə fərqi var? Nə fayda? Bu, yəni fərq deyəndə, bu ikisini bir yerə cəm eləyəndə biz nə əldə eləyə bilərik? Özüm cavab verim. O da qəbuldur. Sözlə oldu, digər əməllərlə. Qəbul söz deyəcəm, amma... Fayda ver mənə, fayda. Qəlbində bilirsə, əməlində də Necə təzədən deyiyorum? O qəbul eləmək olar o şeyləri, yaxınlıq qapını açdın sən. Bax, həmən o məsələdədir, dal-qabaq məsələsi. Hansı dala düşsə nə olar, qabağa düşsə nə olar? Hə,
Kömək eləyin görüm. Yaxşı, vaxtı belə almaya qoy, özüm cavab verim. Yəni, bunlar hamısı düzdür, amma mən istədiyim məsələ var. Deməli, qəbul, bu bəllidir ki, geniş surətdə izah elədik, qəbulun mənası deyil, budur. Geniş izah eləmişik, keçmiş dərsə qayıdın. Qəbul, yəni qəbul elədim, bununla bitdi, belə deyil. Geniş izah vermişik. İnqiyadda o gəlinən Allah və Rəsulu tərəfindən bizə çatdırılan göstərişlərə itaət, ona təslim olmaq mənasını izah eləmişdik. Fayda nədədir? Deməli, bu iki dərsin faydası nədə üzə çıxır? Qəbul varsa, inqiyad təsəvvür eləyək. Bir nəfərdə qəbul var, amma inqiyad yoxdur. Yəni, əmrə tabi olmaq, onu yerinə yetirmək yoxdur. Və digər nəfəri təsəvvür eləyək, onda təslim olmaq var, əmrə tabi olur, amma qəbul yoxdur. İndi, münafiqdən nə var, nə yoxdur? Tabi olmaq var, qəbul var, təslim. Ayma, inqiyad var, amma qəbul yoxdur. Münafiq namaz qılırdı, qılırdı. Peyğəmbərlə bir yerdə oruç tuturdu, tuturdu. Cihadda yalandan göyə ox atırdı, atırdı. Yalandan razı olmadan gətirib zəkat verirdi, verirdi. Həmən bu əməllərin, o münafiqin gündəlik müsəlman kimi yaşayış tərzinə deyilir inqiyad, şəriət hökmlərinə təslim. Amma həmən bu təslimdə, bu inqiyadda nə yoxdur? Qəbul. Əgər qəbul yoxdursa, inqiyadın faydası yoxdur. Məsələn, bir nəfər oruc tutur, diyet adı ilə. Ramazan ayıdır, müsəlmana oruç tutmaq vacibdir, Peyğəmbər və Allah deyib, yox, mən ona görə tutmuram. Özüm üçün bədən görünüşümü qorumaq istəyirəm. Həmən bu adamda, zahirdə inqiyad var, amma qəbul olmadığına görə, qəbul şərti olmadığına görə bunun ac qalmağının mənası nədir? Yoxdur. Münafiqlərin o namazları, orucları, zəkatları hamısı batildir. Niyə? Çünki qəbul şərti yoxdur. İndi məsələn əksi. Qəbul şərti var. Məsələn, müsəlman ölkələrində yaşayan adda müsəlman olanlar kimi. Allahı qəbul edirsən, bəli. Peyğəmbəri qəbul edirsən, bəli. Namaz haqqdır, vacibdir, bəli. Oruc haqqdır, vacibdir, bəli. Zəkat, bəli, bəli, bəli. Hamısı qəbul. Və hamısı da düzdür. Dünyama və axirətimə fayda verəcək. Bəs əməl məqamında heç biri nədir? Yoxdur. Qəbul varsa, inqiyad yoxdursa, bunun, belə deyək, müəyyən məqamlarda faydası olacaq. Müəyyən məqamlarda faydası olacaq. Həm dünyada, həm də axirətdə. Məsələn, bu üsyankar müsəlman müşrik kimi qiyamət günü onunla rəftar olunmayacaq. Cəhənnəmə salınacaq, əzab veriləcək, filan olacaq, sorğu-suala ağır olacaq və s. ilə axır. Amma əbədi bu insan cəhənnəmlik olmağı müzakirə mövzusudur ki, namaz qılmayan əbədi cəhənnəmlikdir ya yox. Çünki ayə var ki, onlardan soruşdular ki, ma sələkəkum fi səqar, sizi cəhənnəmə nə saldı? Dedilər ki, ləm nəkum minəl musallin. Namaz qılanlardan deyildik. Bu Quran ayəsidir. İndi orada o əbədi qalacaq, o səqərdə. Ya uzun müddət qalacaq, ya az müddət qalacaq, onun nədir? Müzakirəsi lazımdır. Amma yəqin bəllidir ki, şirk əhli kimi bu insan onunla rəftar olunmayacaq. Xülasə, qəbul varsa, inqiyad yoxdursa, bu qəbulun onun dünya və axirətinə təsiri, faydası var. Mən demirəm, bu adam yaxşı iş görür, əcəb eləyir, gözəl iş görür. Yox, səhv eləyir. İnqiyadsız qəbul heç nədir?
qəbulsuz da inqiyad, o da heç nədir. Elə bir qanadlı quşdur. Quşdur, amma qanadın biri yoxdur. Nə uça biləcək, nə özün müdafiə edə biləcək, nə uzun ömür sürə bilməyəcək. Hər hansı bir heyvana yem olub gedəcək. Bu qanaddır. Həm qəbul olmalıdır, həm də inqiyad olmalıdır. Amma biraz incəliyinə gedəndə qəbul inqiyaddan nədir? Üstün məqamda dayanır. Əgər bir nəfərin inqiyadı varsa, qəbulu yoxdursa, bu hər ikisini itirir. Amma bir nəfərin qəbulu varsa, inqiyadı yoxdursa, o qəbulun, bərəkətin müəyyən miqdar şəxs görəcək. Bu mülahizəni nəzərinizə çatdırmaq istədim. Salavat zikr edək Muhammed və Ali Muhammedə. Qeyd elədiyim kimi, bəhs mənim özüm üçün maraqlıdır. İslam təslim. Quran-ı Kərimdə ayələr çoxdur. Mən fəqət müqəddimə olaraq bir neçə peyğəmbər haqqında olan ayələri nəzərinizə çatdırım və bu ayələrdən biz bir məsələni bir növ nəzər nöqtəsi eləyək ki, bu məsələ nə qədər əhəmiyyətli bir məsələdir. Diqqət eləyən Quran-ı Kərimə. Deməli, Ali İmran surəsi 83-cü ayə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və ləhu əsləmə mən fis-səmavati vəl-ard tav'an və kərhən. Allaha təslim oldu mən fis-səmavat. Göylərdə Allah nələr yaradıbsa hamısı, vəl-ard və yerdə Allah Taala nələr yaradıbsa hamısı, tav'an və kərhən, istər və ya istəməz, könüllü və yaxud könülsüz. Yerdə, göydə nə varsa, hamısı Allaha nədir? Təslimdir. Bəzi məqamlarda şəxs o təslimə diqqət eləyə bilir ki, mən təslim olmuşam. Bəzi məqamlarda şəxs nədir? Özünün təslim olduğuna fikir verə bilmir. Məsələn, bəzi insanlar var, ticarət, məsələn, götürək. Ticarəti alınmır, yenə də neynir? Davam eləyir. Yenə də neynir? Davam eləyir. Müəllim uşağı öyrədə bilmir, amma təzə tələbə götürür. Yenə başlayır öyrətməyə, amma öyrədə bilmir. Heç bir məhsulu yoxdur. Bu adam, yəni ki, müəllim olmadığına fikir verə bilmir. Hələ də elə güman edir ki, mən nəyəm, mənim kimi müəllim bu fəndə nədir? Yoxdur. Və yaxud hər şeydən misal vurmaq olar. Maşın ustası, əskər, zabit, idarədə işləyən, müdür, hamı o şəxs ki, öz peşəsini bacarmır, öz peşəsində irəliyə bilmir, özündən olan qüsurlara görə, nə ki, o süni yaradılan qüsurlar, onlardan danışmıram, bacarmır. Bu insan bu mövzunun adamı deyil, amma özün həmin o mövzuda görür. Əla kulli hal, yerdə və göylərdə nələr varsa, hamısı Allaha nədir? Təslimdir. Ya o təslimi diqqət eləmək mümkün olur, ya da ki, insan təslim olduğuna diqqət eləyə bilmir. Bu bir ayə, ümumi ayə. Nuh əleyhissalamın haqqında. Allah Teala Quran-ı Kerimdə Yunus surəsinin 72-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. Deməli, فَإِنْ تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللّٰهِ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ. Ayənin məzmunu. Mənim sözümə qulaq asırsınız, asın, asmırsınız, asmayın, özünüz bilərsiniz. Mənim mükafatım, əcrim kim verəcək? Allah verəcək. Və umirtu, Allah mənə əmr eləyib ki, mən nə olum? Minəl muslimin, müsəlmanlardan
olum, təslim əhlindən olum. İbrahim əleyhissalam. Deməli, 131-ci ayə Bəqərə surəsindən. Bismillahirrahmanirrahim. Allah Teala buyurur. İz qalə ləhu rabbuhu əslim, qalə əsləmtu li rabbil aləmin. Allah Teala İbrahim əleyhissalama dedi, təslim ol. İbrahim əleyhissalam da ne dedi? Dedi, aləmlərin Rəbbinə təslim oldum. Və həmçinin deməli 133-cü ayədə Yaqub əleyhissalam ölüm ayağında olanda ayə belədir. İzhadara Yaqub əl-maut. Ölüm Yaqub əleyhissalamı haqladığı məqamda qalə libenihi. Evlatlarına dedi, ma tə'budun, məndən sonra, min bə'di, məndən sonra kimə ibadət edəcəksiniz? Qalu nə'budu ilahəkə və ilahə əbəkə. Sənin ilahıva və sənin atalarının ilahına İbrahim, İsmail, İshaq ilahən vahidən ki, onların ilahı bir olub və nəhnu ləhum muslimun və biz ona o bir olan ilaha təslimik. Deməli, Yaqub müsəlman, evladı kim olacaq? Kim olacaq? Yox, Yaqub əleyhissalamın peyğəmbər oğlu kimdir? Yusuf əleyhissalam. Deməli, Yaqub əleyhissalam, Yusuf əleyhissalam, İbrahim əleyhissalam hamısı deyir nədir? Biz müsəlman və yaxud təslim əhli. Deməli, 128-ci ayədə Bəqərə surəsində İsmail əleyhissalamın haqqında gəlir. Rabbənə və cəalnə muslimeyni ləkə. Deməli, İbrahim əleyhissalam və oğlu İsmail əleyhissalam Allaha dua edirlər ki, bizi müsəlmanlardan qərar ver. Biz ikimizi, belə muslimeyni, biz ikimizi müsəlmanlardan qərar ver. Sonra Lut əleyhissalamın haqqında Zariyat surəsi 36-cı ayə, Süleyman əleyhissalamın haqqında deməli 44-cü ayə Nəml surəsindən qalət Bilqeys dedi, Rabbi inni zalamtu nəfsi, ey mənim Rəbbim, mən özümə zülm eləmişəm, əsləmtu mə'ə Süleyman lillahi rabbil aləmin. Süleymanla birlikdə aləmlərin Rəbbinə neynədim? Təslim oldum. Süleyman əleyhissalam bu ayədə zikir olunur. Deməli, və başqa ayələr də var ki, vaxtı ayələri saymaqla keçirməyək. İndi belə bir sual verək. Bu peyğəmbərlər demək olar ki, Adəm əleyhissalamdan ta sonuncu peyğəmbərə qədər bütün peyğəmbərlərdən tələb olunur nə? İslam, təslim. İndi İslamın ümumi mənası var, xüsusi mənası var. O mövzunu açmaq fikrim yoxdur. Mənim sizə çatdıracağım məsələ Qur'an-ı Kərimdə İslamın deyək şərtləri. Müsəlman bu qədər peyğəmbər ki, İslam arzusundadır, bu qədər peyğəmbərə ki, Allah Taala deyir, İslam ol günan və peyğəmbərin duasında da var ki, bizim zürriyyəmizdə ümmətən muslimə, müsəlmanlar dünyaya gəlsin. Bu qədər arzu, bu qədər əmr. Deməli, bu İslam məsələsi, o belə deyək də, bəzi məqamlarda biz ərabilərin İslamın tez-tez təkrar eləyərik, dinləyici elə düşünər ki, müsəlmançılıq, yəni İslam mənasız bir şeydir. Mömin olmaq lazımdır. Yəni, müsəlman olmağa dəyməz. Bax, bugünkü mövzumuz bunun üçün ki, yox. Həmin bu fikri əgər belə başa salmışıqsa, biz xəta eləmişik və bizim kimilər hamısı xəta edib. Əgər belə başa düşülməyibsə, kimsə başa düşübsə, o səhv eləyir. İslam özü də elə uca məqamlardandır ki, bəhsin sonunda görəcəksiniz ki, İslam imandan geri qalan məsələ deyil. Sadəcə olaraq Quran izahı vermək lazımdır ki, Quran nə deyir İslamın haqqında? Hələ bir dənə ərabilərin haqqındadır İslam.
Ərabilər dedilər ki, biz İslam dedilər, siz İslamdan nə xəbəriniz var, imandan nə xəbəriniz var, gedin səhrada yaşayın filan. Yox, belə deyil. İslam, təslim özü də Quranda, dinimizdə ən önəmli məqamlardan biridir ki, bəhsin sonunda sizə aydın olacaq. Deməli, əvvəl keçmiş dərsdən bir hədis oxuyum, şübhə kimi. Üsul Kafidə keçmiş dərsimizdə belə bir hədis oxuduq. Deməli, bu çapla 3-cü cilddə səhifə 114, hədisin nömrəsi 1539 və 40. Hədisdə gəlir ki, deməli, əl-iman fəvqəl-İslam bir dərəcə. İman İslamdan nədir? Bir pillə yuxarıdır. Yəni, iman, belə deyil, İslam aşağıda, onun üstündə nə? İman. Sonra, və təqva fəvqəl iman. İmandan da yuxarıda nə var? Təqva var. Bir dərəcə. Vəl-yəqin fəvqət təqva bir dərəcə. Təqvanın da yuxarısında nə var? Yəqin var. Deməli, yəqin, təqva, iman, axırda nə? İslam. Deməli, düz izah olunub da, ən aşağıda dayanan mərhələ nədir? İslamdır. Başqa bir hədis. Deməli, İmam Baqir əleyhissalamdan nəql olunur, Həmran ibn Ə'yun nəql edir, buyurur ki, İnnəlləhə fəddələl imənə aləl-İslam bir dərəcə. İman İslamdan nədir? Bir mərhələ, bir pillə, bir dərəcə yuxarıdadır. Tamam. Misal, ey imam bizə misal çək ki, bizə aydın olsun. İmam buyurur, Kəma fəddələl Kə'bətə alə məscidil haram. Necə ki, Allah Teala Kəbəni Məscid-i Haramdan üstün tutub, müqayisəni belə eləyin. Yəni, Kəbə əfzəldir ya Məscid-i Haram. Yəni ki, Kəbəni əhatə eləyən, bu belə deyək, məsafə. Hansı əfzəldir? Kəbə. Kəbə məsciddən nədir? Əfzəldir. Kəbə məsciddən Allah yanında daha əzəmətlidir. Və sair ilə axır. İmanla İslam da imamdır bu cürünə. İman Kəbədir, İslamsa nədir? Məscid-i Haramdır. Şərhçilər mərhum Salih el-Mazəndərani çox gözəl bir şərh verir. Nə deyir ağa? Deyir ki, bu müqayisə necə başa düşmək olar? Deməli, o kamal ki, Məscid-i Haramda var, həmən o kamal evdə də nədir? Var, Kəbədə də var. Amma Kəbədə olan kamal nədir? Evdə yoxdur. Yəni, Məscid-i Haramın hörməti Kəbədə var, hər ikisində. Amma Kəbənin hörməti nədir? Məscid-i Haramda yoxdur. Misallar fiqdə çox, məsələn, zikr olunur ki, bir nəfər bilərəkdən Kəbənin içində Kəbəyə hörmətsizlik eləyə. Həmən o adam dərhal Kəbədən də çıxarılmalıdır və nədən də çıxarılmalıdır? Məscid-i Haramdan da çıxarılmalıdır. Amma bir nəfər Məscid-i Haramda bu işi görə, hörmətsizlik edə. Onu nədir? Hər şeydən qovmaq yoxdur ki, sən bu məntəqəyə ayağı basmaq ilə. Deməli, Kəbənin ehtiramı, hörməti Məscid-i Haramdan nədir? Fərq edir. Məsələni çəkər babından bizim qədim fiqh kitablarımızdan biri olan Şərai-əl-İslam fi Məsail-il Halali vəl-Haram Mühəqqiq Hillinin fiqh kitabıdır, qədim fiqh kitablarımızdandır. Həmən o kitabda mühüm bir-iki məsələ var. Səhifə 51-də qiblə mövzusunu araşdırır. Buyurur ki, Əl-qiblətu hiyəl-Kəbə. Qiblə
Kəbədir limən kənə fil məscid. Məsciddə olan üçün. Yəni Məscid-ül Haramda kim varsa, onun qibləsi nədir? Ev. Vəl məscidu limən kənə fil haram. Və məscid olacaq o şəxsin qibləsi ki, o məsciddən kənardadır, amma Məkkə hərəmi məsciddən onun coğrafi hesablaması var da, böyüdür. Deməli, Məscid-ül Haram olur, hərəmi Məkkədə olan şəxslər üçün qiblə. Vəl-hərəm limən xərəcə minhu. Və bir nəfər məsələn gedib Ərafata və yaxud gedib Minaya və yaxud gedib Mədiniyə. Onun qibləsi olacaq nə? Hərəm əl-Məkki. Hərəm olacaq onun qibləsi. Yəni biraz böyük. Ev məsafə azdır. Məscid-ül Haram biraz böyüdür. Hərəm-ül-Məkki ondan da nədir? Böyüdür. İndi məsafə nə qədərdir? Onun xüsusi hesablaması vardı. Ondan vaxtı aparmayaq. Bu mühəqqqiq Hillinin rəyi. Və cihətil Kəbə hiyəl qiblə lə'əl bunyə. Deyir, Kəbə evinin daşları qiblə sayılmır. İstiqamət qiblə sayılır. Ləvzələtil bunyə. Zəlzələ baş verdi, sel gəldi, yudu apardı, bir dənə də daş qalmadı orada. İndi biz nə edəcəyik? Şəriət deyir ki, həmən o istiqamətə nə edək? Namazımızı qılmalıyıq. Və insalla fi cəvfiha. Kəbənin içində namaz qılmaq olar ya yox. Mühəqqqiq Hilli buyurur ki, insalla fi cəvfiha. Cəvfil Kəbə. Kəbənin cəvf yəni batin, daxil. Kəbənin daxilində kimsə namaz qılsa, nə etməlidir? Axı, qiblə haradır? Qiblə haradır? Düz ortadasan. Kəbədən qıraqda olsun, kənarda, dörd divardan birin özvə qiblə ilə. İndi evin içindəsən. Sənin qiblün necə olacaq? İstəqbələ eyyə cidar min cudraniha şa. Hansı divarı istəyir, özünə nə edə bilər? Qiblə qərar verə bilər. Sağ, sol, arxa. Hansını istəyirsə nə edə bilər? Özünə qiblə qərar verə bilər. Ələ kərahətin fil faridə. Vacib namazı Kəbənin içində qılmaq məkruhdur. Vacib, məsələn, bir nəfər daxil ola orada sübh namazı qıla ki, ən müqəddəs yerdir. Yox, düz iş görmürsən. Fərizələri Kəbənin içində qılmaq nədir? Məkruhdur. İndi qalxırıq evin üstünə. Ləv salla ələ səthiha. Əgər Kəbənin üstünə bir nəfər müvəffəq olsa, çıxsa, namaz qılmaq qərarına gəlsə, necə namaz qılacaq? Orada divar yoxdur. Yəni, neynəyəcək bu adam? Mühəqqqiq Hilli buyurur, əbrəzə beynə yedeyhi minhə ma yusalla ileyh. Deməli, Kəbənin tavanından müəyyən miqdar qarşısında fasilə saxlayacaq. Həmən o fasilə saxladığı miqdar onun nəyi sayılacaq? Qiblə sayılacaq. Məsələn, bila təşbih, bənzətmə olmasın, bu Kəbənin üstü. Məsələn, istəyir burada sağ, sol yoxdur, hara istəyirsən qılcına. Eləyə bilər ki, məsələn, düz bu küncə alnın qoysun. Bu düzgün namaz qılmır Kəbənin üstündə. Bunu eləyəcək, biraz çəkiləcək arxaya ki, Kəbənin tavanının üst tərəfindən bir miqdarı onun üçün qiblə kimin olmalıdır? Çıxmalıdır. Və qilə. Bu kitabın bəzi sirləri vardır. Sirlərindən də biri odur ki, əgər müəllif qilə qalənin məchul forması. Qalə dedi, qilə deyilib. Qilə deyilib. O deyənlər şəxslər də bəllidir, amma müəllifin məqsədi var. Qalə deyəndə önəm verir. Qilə deyəndə o rəyi zəif sayır. Qilə, bəzi alimlər deyib ki, yəstəlqi alə zahrihi. Kəbənin üstündə qarşıya bir miqdar çıxart, onu qiblə qərar ver. Necə, məsələn, adi gündəlik namazları qılırıq, o cürünə namazı qıl. Yox.
O cür nə olmaz? Bəs nə cür nə qılsın? Mustelqiyən. Uzanacaq arxası üstə Kəbə tavanının üstünə. Yestelqi ala zahrihi və yusalli mumiyən. Mumiyən, yəni muşirən, işarə ilə namaz qılacaq. Kəbə evinin üstündə bir nəfər namaz qılsa, gərək uzansın, uzanaq halda səcdəni, rükûnu neynəyəcək? Namazı tamamlayacaq. Dedim, qilə. Qilə nə içindir? Buraya önəm verilməz, amma deyən var bunu. Və onun qibləsi olacaq Beyt-il Mə'mur, yəni Kəbənin üstündə mələkələr üçün təvaf yeri. Yəni Kəbə kimi səmada olan bir tikili. Vəl-əvvəlu əsah. Müəllif buyurur ki, birinci rəy daha səhihdir. Deməli, bu fayda babından qeyd elədik Kəbənin haqqında. Deməli, qaydaq o mövzumuza. Kim tələsirsə gedə bilər, kim İmam Hüseyin əleyhissalamın aşiqidirsə otursun. Yəni, mən tələsirmirəm sizə. Deməli, hədisdə gəlir ki, İslam nədir? Ən aşağı bir məqamdır. Deməli, İslam hələ o deyilən kimi çox xoşa gələn bir, arzulanan bir şey deyil. İslamı qəbul elədin, əşhədü ən la ilahə illallah Muhammed Rasulullah. Dərhal qalxmalısan hansı pilləyə? İman pilləsinə. Yəni, İslam deyilən şey üçün özünü yormacına. Aşağı bir şeydir, sən qalx, ucal. Bu təfəkkür xətadır. Deməli, Qur'an-ı Kərimdə indi sübut dəlil gətirəcəm və dediyim kimi mövzunun kökün götürmüşəm mərhum böyük əzəmətli üləmamız olan Təbətəba ayağıdan. Bölgü belədir. Qur'an-ı Kərimdə bir İslam var ki, və yenə qoy bir elan da verim, axıracan qulaq asmayana halallıq vermirəm. Çünki bu sözümü eşidib kimsə dayansa deyəcək ki, bu Qur'anın əleyhinə danışır. Təzədən. Qur'an-ı Kərimdə bir növ İslam var ki, imandan yuxarıdır və bir növ İslam var ki, imandan aşağıdır. İki yerə bölürük. Bir növ İslam imandan yuxarıdır, bir növ İslam imandan nədir? Aşağıdır. Bu bölgünü sübut eləyə bilsək, bu Üsul Kafidə olan iki səhih hədis ki var, ikisi də səhihdir. 1539 və 1540 nömrəli hədislər ki, iman İslamdan nədir? Yuxarıdır. Hansı İslamdan? Bu ikinci tərəf deyək. O iman ki, İslamdan nədir? Aşağıdır. Ondan əfsəldir. Amma bir növ İslam var ki, o imandan da nədir? Yuxarıdır. Bunu sübut eləməyə çalışaq. Salavat zikr eləyək Muhammed və Ali Muhammedə. Deməli, Hücurat surəsinin 14-cü ayəsi. Hamınız bilirsiniz. Bismillahirrahmanirrahim. Qalətil ərabu amennə. Bir dəstə bədəvi ərəb dedi ki, biz iman gətirmişik. Allah Teala onlara deyir ki, Peyğəmbərinin vasitəsilə qul ləm tu'minu, siz iman gətirməmsiz. Lakin qulu əsləmna, deyin ki, biz təslim olmuşuq, müsəlman olmuşuq. Və ləmmə yədxulul imanu fi qulubihim, hələ ki iman onların qəlbinə nədir? Yol tapmayıb. Həmən bu İslam imandan nədir? Aşağı olan İslamdır. Bunu qoyduq bir kənara. İndi gəlirik o iman ki, o İslam ki imandan yuxarıdır.
Diqqət eləyək. Bəqərə surəsi 131-ci ayəni oxuyuram. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İz qalə ləhu rabbuhu. Deməli, Allah Teala İbrahim əleyhissalama dedi. Əslim. Qalə əsləmtu li rabbil aləmin. Əslim, təslim ol. Əslim, müsəlman ol. İbrahim əleyhissalam da dedi nə? Əsləmtu li rabbil aləmin. Aləmlərin Rəbbinə neynədim? Təslim oldu. Ayələr çoxdur ya, fəqət ikisini gətirəcəm və çıxarışımız necə olacaq? O çıxarışa diqqət eləyək. Bax, bunu yazan yazsın. İbrahim əleyhissalam əbd idi. Əbduhu. İbrahim əleyhissalam nə idi? Əbd idi. Sonra nə idi? Nəbi idi. Sonra nə idi? Xəlil idi. Sonra nə idi? Rəsul idi. Sonra nə idi? İmam. Bu məqamlar übudiyyət, nübüvvət, xüllə, risalə və imamə, bu məqamlarda ola-ola Allah Teala İbrahim əleyhissalama nə deyir? Əslim. Əslim, təslim ol. İbrahim əleyhissalam da əbddir, nəbidir, rəsuldur, xəlildir və imamdır. Bu qədər mərhələləri keçəndən sonra Allah Teala ona deyir nə? Əslim, təslim ol, müsəlman ol. Peyğəmbər də deyir ki, əsləmtu li rabbil aləmin. Aləmlərin Rəbbinə təslim oldum, mən onun müsəlmanıyam. İndi, belə bir məsələm sual qoyaq. İbrahim əleyhissalamın o mərhələləri keçəndən sonra təslimi imandan aşağıdır ya yuxarıdır? Əgər desək ki, imanın, onun bu təslim məqamı imandan aşağıdır, onda o keçdiyi mərhələlərin hamısı olur nə? Mənasız bir mərhələ. Übudiyyət iman istəyir. Nübüvvət iman istəyir. Risalət iman istəyir. Xüllə, xəlillik iman istəyir. İmamət iman istəyir. Bunlardan sonra Allah Teala ona deyir nə? Əslim. Təslim ol. Deməli, həmən bu iman, həmən bu təslim, İslam imandan nədir? Yuxarıdır. Çünki o keçmiş məqamların hamısı imanla yoğrulan məqamlardır. Bu ayə aydın olmasa, gəlirik ikinci bir ayə. Yusuf surəsi 101-ci ayədə Yusuf əleyhissalam buyurur. Diqqət edin. Bismillahirrahmanirrahim. Rabbi qad ateytəni minəl mulk. Ey mənim Rəbbim, mənə mülk vermisən. Və allamtani min ta'vilil ahadis. Yuxu yozmaq elmi vermisən. Fatiris semavati vel ard. Yeri və göyləri yaradan sənsən. Əntə veliyyi fid dünya vel axirət. Dünya və axirətdə mənim vəlim sənsən. Buradan xət çəkirik. Təvaffəni muslimən. Mən öləndə son. Diqqət edin ha. Son. Öləndə necə ölüm? Müsəlman kimi. Demir mömin kimi. Kəlməyə diqqət eləmələr. Demir təvaffəni müminən. Mömin olaraq məni dünyamı dəyişəndə dünyamı dəyişim. Deyir, müsəlman, təslim əhli olaraq mən dünyamı dəyişim. Yəni, sonuncu nöqtəm nə olsun? İslam. İndi İsmail əleyhissalam, Yusuf əleyhissalam əbddir. Nəbidir. Vəlidir. Və məqamların say. Sonda nədir?
Müsəlman. Bu müsəlmançılıq imandan nədir? Qat-qat yuxarıdadır. Çünki çox mərhələ keçib dayanır nədə? Son müsəlmançılıq. İndi bəhsin sonunda bu İbrahim əleyhissalamın haqqında oxuduğum ayə ki var ha, Allah ona deyir əslim, o onun ömrünün son çağlarının göstərişlərindəndir ya cavanlıq vaxtının. Bu ayədə aydın deyil. Amma başqa bir ayə var, unutmayın bunu. Bu ayə ilə o ayəni axırdan neynəyəcək? Calaşdıracaq, unutmayın. Deməli, Quran-ı Kərimdə bir qism İslam var ki, imandan aşağı mərhələdə dayanar. Bir qism İslam var ki, imandan qat-qat yuxarıda nədir? Dayanar. Bu da Qurandan sizə təqdim olunan, güman eləyirəm, kifayət qədər dəlil. İndi İslam kimi, təslim kimi formalaşmaq üçün Quran-ı Kərimdə göstərişlər var ya yoxdur? Göstəriş çoxdur, fəqət mən 4-ünü seçmişəm. O 4 göstərişə nəzər salaq. Deməli, Allah Teala Nəhl surəsinin 81-82-ci ayələrində buyurur. Diqqət eləyin. Bismillahirrahmanirrahim. Vallahu ceale lekum mimma xalaqa zilalan. Kölgəni yaradan kimdir? Allah Teala'dır. Yəni yaratdığı cisimlərdən bizim üçün nədir? Kölgə salır. Və ceale lekum minel cibali eknana. Dağlardan mağaranı da yaradan kimdir? Allah. Mağaralar öz-özünə yaranmayıb ki, bir məsələn işçi qüvvəsi gətirilsin, dağı yarsınlar, dağın içində bir mağara düzəltsinlər. İnsan gözünü açır, görür dağda nə var? Mağara var. Elə də olmalıdır. Yox, elə olmalıdır. Onu orada Allah deyir, onu nədir? Mən yaratmışam. Mağaranı nədir? Mən yaratmışam. Və ceale lekum serabil. Allah Teala öz rəsullarının vasitəsilə bəndələrinə geyim, özünü ört əmri verir. Təqikumul har. İstidən, soyuqdan sizi neynəyəcək o paltar? Qoruyacaq. Və sərabilə təqikum bə'səkum. Ayədə 2 sərabil kəlməsi gəlir. Birində adi paltar mənasındadır. Qış və yayda insanın geyə biləcəyi paltar. İkinci gələn sərabil isə müharibə meydanında istifadə olunan deyə zireh. Həmən onu da Allah Teala deyir ki, mənim ilhamım və təlimim nəticəsində siz insanlar öyrənmisiniz. Kəzəlikə yutimmu ni'mətəhu. Diqqət edin. Allah Teala beləcə öz nemətini bəndələri üçün tamamlayar. Aleykum leallekum tuslimun. Ola bilsin siz neynəyəsiz? Təslim əhlindən olasınız, müsəlmanlardan olasınız. Ayənin ardı. Fəin təvallav. Əgər üz çevirib getsələr, fəinnəmə aleykel bəlağul mubin. Sənin vəzifin fəqət çatdırmaqdır. O çıxdı, getdi, arxasıca düşmək deyil. İndi bu 2 ayədən biz nə başa düşməliyik? Diqqət edin. Allah Teala nemətlərin sayır, düz? Filan, paltaracan, dağda mağarası, göydə yağışı, filanı, o, bu, hamısını deyir. Sonra deyir ki, bu nemətləri verdim, tamamladım, sizin yaşayışınız üçün nə lazımsa tamamlamışam. Ləalləkum tuslimun. Bu nemətlərin müqabilində siz nə olacaqsınız? Müsəlman olacaqsınız. Ayənin ardındadır. Fəin təvallav. Ey Rəsulum, əgər üz çevirib getsələr, üz çevirib gedəndə nə olur? Ay maşallah, ay maşallah. Müsəlman olmursan. Deməli, müsəlman olmaq üçün nə etmək lazımdır? Haqq yolundan yayınmamaq. Allah və Rəsulunun göstərişlərinə üz çevirməmək.
Əgər şəxs üz çevirdisə, Allah Quranda deyir, nədir? Həmən o şəxs müsəlman deyil. Deməli, müsəlmançılığı formalaşdıran amillərdən biri nədir? Adın qoyaq, əl-iqbal. İqbal nədir? Üz tutmaq. Həqqə doğru yönəlmək. Əgər bu varsa, deməli, şəxs nədir? Müsəlmandır. Bu bir. Digər bir ayədə Allah Teala Ali İmran surəsi 20-ci ayədə buyurur. Diqqət edin ayəyə. Bismillahirrahmanirrahim. Və qul lillezine utul kitab vel ummiyyin. Əhli kitaba və ummilərə de. Ummilər ya yazıb oxumayan şəxslərə deyilir, bisavad. Nə yazmağı bilir, nə də oxumağı. Və yaxud da Məkkəli. Məkkədən kim varsa, istər yazmağı bilsin, istər bilməsin. İstər oxumağı bilsin, istər bilməsin, həmən o şəxsə deyirik nə? Ummi. İki mənası var ummi kəlməsinin. Bir, yazıb oxumağı bacarmayan şəxs, bir də Məkkəyə mənsub olan şəxs. Fərq eləməz, nə mənada tərcümə olunur, olunsun. İndi, Allah əmr eləyir ki, ummilərə və kitab əhlinə de. Nə desin? Əsləmtum, təslim olmusunuzmu? Fəin əsləmu fəqəd ihtədəv. Əgər təslim olsalar, hidayət olacaqlar. Və in təvəlləv. Əgər üz çevirsələr, fəinnəmə aleykəl bələq. Sənin vəzifin fəqət nədir? Çatdırmaq. Yəni, bəyəxki ayənin başqa bir forması. Yəni, üz tutmasın, haqqa doğru yönəlməsin, səndə nə olmayacaq? Təslim yaranmayacaq. Təslimin yaranması üçün nə olmalıdır? İqbal, təvəccüh, üz tutmalısan, yönəlməlisən. Amma təvəlli, yəni üz sövrüb getmək, yayınmaq olsa şəxs müsəlman deyil. Bu bir. İki. Deməli, Allah Teala Quran-ı Kərimdə Həcc surəsinin 34-cü ayəsində buyurur. Bismillahirrahmanirrahim. Fəiləhukum ilahun vahid. Bizim ilahımız birdir və ona da nədir? Fələhu əslumu. Həmin o bir olan ilaha nə etmək lazımdır? Təslim olmaq lazımdır. Onun müsəlmanı olmaq lazımdır. Və bəşşiril muxbitin. Muxbitin mənaları çoxdur. İtaət edən, təvəzzükar və yaxud muctehidun fil ibadə və yaxud muxlis, ibadətdə səy göstərən, muxlis. Bu şəxslərə deyərlər nə? Muxbit. Allah Teala buyurur ki, və bəşşiril muxbitin. Deməli, həmən bu ayədə də Allah Teala təslim tələb eləyir və müjdəni kimə verir? Muxbitlərə. Yəni, şəxs təvəzzükarlıq və yaxud ibadətdə səy göstərmək. Məsələn, bir nəfər sübh namazını qılır, məsələn, getdi, yatdı. Amma başqa birisi sübh namazını qılır, oturur, biraz Rəbbi ilə münacat eləyir. Həmən bu ikinci şəxs ibadətində nədir? Səy göstərir. Həmən bu şəxs muxbətlərdəndir. Və yaxud təvəzzükar olsun, və yaxud Allahın əmrinə itaətkar mənasında olsun və s. ilaxır və yaxud da ixlaslı. Təslim, Allah Teala təslim, müsəlmançılıq tələb edir və müjdəni də verir kimə? Müxbət olan şəxslərə. Deməli, gəlirik üçüncü deyək. Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsi 102 və 103-cü ayələrdə buyurur. Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu ittəqullah haqqə tuqatihi. Allahdan Allah istədiyi kimi qorxun. Və la təmutunnə illa və entum muslimun. Öləndə necə ölün?
müsəlmanlar kimi. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Allahın ipindən yapışın, parakəndə parça-parça olmayın. Deməli, müsəlman kimi formalaşması üçün nə lazımdır? İslamı parçalayan bütün məsələləri qoymalıdır nə? Kənara. Müsəlman olması üçün nə olmalıdır? Müxbətlərdən olmalıdır. Müsəlman olması üçün nə etməlidir? İqbalı olmalıdır. Və gələk gün sonuncuya. Allah Teala Quran-ı Kərimdə Qələm surəsi 35-ci ayədə buyurur. Bismillahirrahmanirrahim. Sonuncudur. Əfənəcəlul musliminə kəl-mücrimin Allah Teala müqayisə edir. Əfənəcəlil musliminə kəl-mücrimin Müsəlmanları mücrimlər kimi qərar verdikmi? Bu istifhama deyilir, istifham istinkar, yəni belə deyil. Müsəlman mücrim kimi Allah yanında deyil. İndi biz məsələni müsəlman olmağı nədən götürməliyik? Mücrim nədir? Mücrimliyi tərk eləmək şəxsə nə gətirəcək? İslam gətirəcək. Şəxs icramı tərk eləsə, İslamı nə edəcək? Əldə eləyəcək. Quranda mücrimlik haqqında özü bir bəhsli geniş, bir-iki işarə eləyim ki, mücrimlik nədir ki, biz onu tərk eləsək, biz İslam əldə eləyəcəyik. Bax, diqqət edin, Allah Teala Quran-ı Kərimdə müsəlman olmaq üçün deyir ki, mücrim olmamalısan. Mücrim olmayan nədir? Müsəlmandır. Kimdir? Müsəlmandır. İndi mücrim kimdir? Yunus surəsi 17-ci ayəyə diqqət eləyək. Allah Teala buyurur: "Fəmən azlamu mimmen iftara alallahi kəzibən." Ən çox özünə zülm eləyən şəxs kimdir? Allahın adından, yalandan söz danışan. Allah deməyib, amma Allahın adından deyir ki, Allah bunu haram eləməyib. Allah belə söz deməyib, Allah deyib haramdır, amma Allahın adından yalan danışır, deyir nə? Allah bunu haram eləməyib, Allah belə şey deməyib, Allah belə şey istəməyib. Harada yazılıb, harada? Mən belə deyirəm. Allah bu şəxsə deyir ki, azləm, yer kürəsində ən çox özünə zülm eləyən şəxs Allahın adından yalan danışan. Bir, Əv kəzzəbə bi ayətihi və yaxud Allah ayətlərini təkzib eləmək. Allah ayətləri də ya Quran-ı Kərim, ya ənfus deyilir, ya da afaq. Bunların üçünün də özünün xüsusi bəhsi var. Bu ayətləri də təkzib eləsə, şəxs zülmkar sayılır. İnnəhu la yuflihul mücrimin. Mücrim olan şəxs qiyamət günündə nəcat tapmayacaq. Mücrim olmaq üçün şəxs nə etməlidir? Allahın adından yalan danışacaq və Allah ayətlərini təkzib eləyəcək. Allah ayətləri ya səmavi ayətlərdir ki, məsələn, bu dağı kim yaradıb? Öz-özünə yaranıb. Bəs dənizi kim yaradıb? O da öz-özünə çıxıb. Bəs buludlar, o da dənizdən buxarlanıb. Bu meşələr, filanlar, bu günəş, ay, ək, öz-özünə. Həmən bu adam Allahın ayətlərin, afaq ayətləri deyilir bunlara. Afaq ayətlərini nə edir? Təkzib eləyir. Ənfus, yəni şəxsin zahiri və batini. Göz, qulaq, eşitmək, görmək filan, bunlar hamısı ayətlər. Bunları da heç kim yaradmayıb, öz-özünə ya, atam yaradıb. Bu insan da nə edir? Allahın ayətini təkzib. Quran ayəsi gətirirsən, qardaş, Quran qəbul eləmirəm. Quranı nə elədi? Təkzib elədi. Deməli, mücrim olmaq üçün ya Allahın adından yalan danışır, ya da Allah ayətlərinin bu üç qisminin üçündə nə edir? Təkzib eləyir. Bu işi görən adama Quran deyir, o şəxs kimdir? Mücrimdir. Mücrim olan nə olur? Müsəlman ola bilmir. Deməli, müsəlman olmaq üçün nə etməliyik? Allahın adından yalan danışmamalısan və üç ayəti də təkzib eləməməlisən. Bu işlərdən uzaq olan nə sayılacaq?
müsəlmanca. Bu bir. İki, müsəlman olmaq üçün. Hud surəsi 52-ci ayə. Bu uzundur, bundan vaxt almayın. Taha surəsi 74 və 75-ci ayələr. Diqqət edək. İnnehu bismillahirrahmanirrahim. İnnehu men ya'ti rabbahu mujriman fe innehu lehu cehennem ve la yamutu fiha ve la yahya. Kim Allah huzuruna mücrim olarak gelse cehenneme dahil olacak. O cehennemde güman eləməsin ki, ölmək və nədir? Dirilmək vardır. Yox. Hələ əbədi nə qalacaq? Diri qalacaq və cəhənnəm əzabını da görəcək. Və mən yətihi mu'minən. Kim Allah huzuruna mömin olaraq gəlsə, qəd amilə salihat fə ulaikə ləhum dərəcətul ula. Deməli, salih əməlləri yerinə yetirib Allah huzuruna gəlsə, uca məqamları vardır. Əməlsiz gəlsə, nə sayılacaq həmin adam? Mücrim. Və yaxud Allah göstərişinin əksinə çıxsa nə sayılacaq? Mücrim sayılacaq. Deməli, mücrim olmaq üçün nə etmək lazımdır? Salih əməlləri tərk eləmək və günahları eləmək lazım. Amma müsəlman olmaq üçün nə etmək lazımdır? Bunları tərk etmək. Çünki mücrimin tərki nə gətirir insana? İslam gətirir. Və sonuncu ayəmiz Furqan surəsi ayə 21-22. Diqqət edin. Bu maraqlı məqam var burada. Bismillahirrahmanirrahim. Və qaləl-ləzīnə la yercunə liqa'ana. Bizlə görüşməyi arzulamayan şəxslər dedilər. Yəni, nə axirət var, nə Allah. Bu şəxslər dedilər. Ləulə unzilə aleynəl mələikətu. Bizi hidayət eləmək üçün mələklər gəlsin. Əv nərə Rabbənə və yaxud Allahı görək. Allahı neynəyək? Görək. Deməli, mələklər nazil olsun və Allahı neynəyək? Görək. Musa əleyhissalamın qövmünün istəyi kimi Allah mələkələrlə neynəsin? Dəstə formasında bizim qabağımızdan keçsin. Sonra iman gətirəcək. Allah Teala nə buyurur? Buyurur, لَقَدْ اسْتَكْبَرُوا فِي أَنْفُسِهِمْ. Özlərin çox uca tutdular, təkəbbür elədilər. Və atəv utuvan kəbira. Və həddlərini aşdılar üsyankarlıqda Allahın əmrinin müqabilində. Yevmə yərəvnəl mələikətə lə buşra. Yevmə izin lil mucrimin. Deyir, o zaman ki onlar mələkləri həqiqətən görəcəklər, onda mücrimlər üçün müjdə yoxdur. Deməli, müsəlman olmaq üçün mücrim olmamaq lazımdır. Mücrim kimdir? Mücrim o şəxsdir ki, Allahı görmək istəyir, mələkələri görmək istəyir və o zaman ki mələkələri görəcək, demir Allahı, bax, danışa bilmirəm də, salavat zikr etdim Muhammed. İnşallah İmam Zaman ağa gələndə bu dərsi təzədən deyəcəm. Bax, diqqət edin. Bir qisim insan dedi ki, Allahı və mələkələri görmək istəyirik bu dünyada. Allah Teala deyir ki, mələkələri görəndə onların müjdəsi olmayacaq. Onlar ancaq cəza görəcəklər. Fəqət mələkələri, demir, məni və mələkələri axirətdə görəndə nədir? Müjdə olmayacaq. Quran açıq aşkar, amma qəbul eləmirəm də, eləmirsən eləmə. Deməli, Allahı görmək, mələyi görmək insanı neynir? Hidayət üçün mücrim eləyir. Və mücrim olan da nə olmur? Müsəlman olmur. Və başqa ayələr də var, çox maraqlıdır və dinimizə, etiqadımıza çox faydası var. Sadəcə olaraq vaxtımız yoxdur. Deməli, bu belə deyək, müsəlmançılığı təşkil eləyən amillər Quran-ı Kərimdə çoxdur, fəqət 4-ünü nəzərinizə çatdırdım. İndi
İslamın neçə mərhələsi var? Yəni, müsəlmançılıq neçə mərtəbədən ibarətdir? Ümumi bölgədə bir qism İslam var ki, imandan aşağıdır, bir qism İslam var ki, nədir? İmandan qat-qat yuxarıdadır. İndi biz bölgünü böləcəyik. Qur'an-ı Kərimdə İslamın, təslimin, bax, bu 4 qismə bəhsimizin onurğa sütunudur. Diqqət edin. İslamı, təslimi Qur'an-ı Kərim bölür neçə hissəyə? 4 hissəyə. Və sonra bəhsimizin sonuna nəzər salacaq. Bunları unutmamaq şərti ilə. Birinci mərhələ, mərhələtun minəl-İslam. Deməli, Hücurat surəsinin 14-cü ayəsi. Fəqət zahiri İslam. Şəxs zahirdə namaz qılır, oruç tutur, amma batində nədir? Hələ ki, o zahirdəkilər batinə təsirin göstərməyib və yaxud batindən zahirə zuhur eləməyib. Ə'rabi İslamı. Fəqət zahir. Bunun dəlili nədir? Hücurat surəsi 14-cü ayə. İslamın birinci mərhələsi nədən başlayır? Fəqət zahir. Fəqət zahir. Mən bilmirdim İslamda nə var, nə yox, necə insan özünü tərbiyə eləyə bilər, nəfsin islahı filan bilmirəm. İslamı indi qəbul eləmişəm. İndi mən onu deyən kimi əşhədü ən la ilahə illallah Muhammed Resulullah salavat zikr. Bu şəhadəteyni deyən kimi məndə məsələn məscid əhlindən, mömin qardaşlarımızdan ki illərdir öz üstündə çalışır. Onun təşəhhüdü ilə bu ilk təşəhhüd deyənin təşəhhüdü nədir? Müqayisə olunmaz. Çün fəqət bunda nədir? Hələ ki zahirdədir. Bu İslamın nədir? Birinci mərhələsidir. Gəlirik ikinci mərhələyə. Biraz ağırlaşa gedir, diqqətli olaq. Deməli, bu İslamdır, amma imanla yanaşı. İmam Üsul Kafidə deyir, İslam, iman fəvqəl İslam. İman İslamdan nədir? Bir pillə yuxarıdır. Diqqət eləyəyin ayə. Zuhruf surəsi 69. Diqqət eləyəyin. Bismillahirrahmanirrahim. Əllezine amenu bi ayatina və kanu muslimin. Və kanu muslimin. Allah Teala deyir, o şəxslər ki, bizim ayətlərimizə iman gətirdilər və onlar nə? Kimlərdir? Müsəlmanlar. Və kanu muslimin. Deməli, iman onu ilə yanaşı nə gəlir? İslam. Həmən bu İslam ə'rabidə o birinci mərhələdə nədir? Yoxdur. Orada fəqət zahir. Amma bu mərhələdə o zahirdən içəri nədir? Çünki ayət, nə idi ayət? 3 yerə böldük. Ya Quran ayələri, ya afaq, ya da ənfus. Bu üçünə neyniyir? Artıq bunun neyi var? Müəyyən qədər təslimi var. Müəyyən qədər nəyi var? Təslimi var. Bu ikinci mərhələ. Gəlirik üçüncü mərhələyə. Deyəcəm, dərsdən sonra deyərəm işə. Üfüqün cəmi də afaq. Salavat zikr eləyək Muhammed və Ali Muhammed. Deməli, Zuhruf surəsi 69-cu ayə aydın olmadısa, Saf surəsi 11 və 12-ci ayələrə baxaq. Diqqət edək. İkinci mərhələ deyək hələ ki. Bismillahirrahmanirrahim. Ya əyyuhəl-ləzīnə āmənu. Xət.
Həl ədullukum alə ticarətin tuncikum min əzəbin əlim. Ey iman gətirən şəxslər, sizə elə bir ticarət növünə işarə eləyim, elə bir ticarət növünə sizi yol göstərim ki, sizi əzabun əlimdən xilas eləsin. İstəyirsiniz belə bir şey? Göstərim sizə. Hə, istəyirik. Hansı diyor? Hansı ticarət diyor? Tu'minuna billah. Tu'minuna billah. Allah'a iman getirin. Ya eyyuhellezine amenu. Xət. Ey iman getiren şəxslər, Allah'a neyleyin? Deməli, birinci iman və ikinci iman. Birinci iman nə imanıdır? İslam. Ya eyyuhellezine amenu, ya eyyuhellezine esləmu. Ey təslim olanlar. Bax, unutmayın, baba, calaşdırın. Zuhruf surəsi 69-da nə dedik? Əllezine amenu bi ayatina və kanu muslimin. Allah ayətlərinə iman gətirənlər müsəlman. Gəlirik Saf 11-12-yə. Ey iman gətirən şəxslər, Allaha iman gətirin, Rəsuluna iman gətirin, tucahidunə fi səbilillah, Allah yolunda cihad edin, bi əmvalikum, var dövlətinizlə, bi ənfusikum, canınızla, zalikum xeyrul ləkum in kuntum tə'ləmun. Bunların sizə xeyirli olduğunu bilsəz. Deməli, İslam imanla yanaşı. Həmən bu İslamda, bu aya aşkardır, aydındır. Zuhruf surəsində ola bilsin, biraz qaranlıq olsun. Amma bu orada nədir? Açıq aşkardır. Birinci iman, ikinci iman deyil. Əgər iman gətiribsə, bir qab 100 qram su tutursa, onun üstünə 101-ci qramı tökmək nə sayılır? İsraf sayılır. Ora tökmək əbəsdir, hikmətsizlikdir. Çünki onun deyir o qram. Artıq o öz qramını götürüb. Əgər ya eyyuhəllezine amenu mənasındadırsa, ona ikinci dəfə, bəyən bunlar Allah və Rəsuluna iman gətirməyiblər. Ya eyyuhəllezine aminu billahi və rəsulihi. Biz nə deyirik? Deyirik ki, birinci iman nədir? İslamdır. Yəni o İslam nə etməlidir? Batinə çökməlidir. Yəni həm zahirdə, həm də batində İslam öz işin görməlidir. İndi gəlirik 3-ə. Biraz da ağırlaşır. Diqqət edin. Nisa surəsi 65-ci ayə. Salavat zikr edək Muhammed var. Bismillahirrahmanirrahim. Fələ və rabbikə. And olsun sənin Rəbbinə, la yu'minun. Sənin arxonca gələnlər iman əhli sayılmaz. Neynəməldilər? Hətta yuhakkimukə fīmə şəcərə beynəhum. Öz aralarında münaqişə, ixtilaf yaranan zamanı sən Peyğəmbəri nə qərar verməlidirlər? Hakim qərar verməlidirlər. Sümmə la yəcidu fi ənfusihim haraca. Səni hakim qərar verdikdən sonra batində narahatçılıq hissi keçirməməlidirlər. Əksinə, batində bir sevinc yaranmalıdır ki, Allah Rəsulü məni oddan neynədi? Xilas elədi, əleyhimə hökm çıxarıb axı. Bu mal sənin deyil. Məndə içimdə nə yaranmalıdır? Sevinc. Hərəc yox, narahatçılıq yox. Sevinc yaranmalıdır. Mimmə qadaytə sənin hökmündən və yüsəllimu təslima. Və tam neynəməlidir? Təslim olmalıdır. Tam təslim olmalıdır. Bu üçüncü İslamın mərhələsidir. İslamın üçüncü şəxsin qalxacağı mərhələ. Bu mərhələni necə başa düşürük? Mərhum Təbətəbai ağa gözəl izah verir. Deyir ki, insan nəfsi səbuiyyə və bəhimiyyə.
yırtıcı və qeyri-yırtıcı istəklərdən ibarətdir. Həmən o istəklər qəzəb, şəhvət, hərislik və s. və ilə axır. Tabe olsa ağlın hökmünə bu şəxs nə sayılacaq? Müsəlman sayılacaq. Diqqət edin. Böyük bir mülkdür, milyonlarla. İxtilafım düşüb, gəldim Allah Rəsulunun yanına. Ya Rəsulallah, bu sürü dəvə, bu ev filan mənə irs olaraq çatmalıdır. Amma bu ata ki var, mənim atam deyil. Bu şəxsin atasıdır. Gözü kör, ayağı da şikəst. Mənimsə hər şeyim yerimdir. Gücüm, qüdrətim, şanım, şöhrətim və s. Kimə çatacaq miras? Allah Rəsulü deyir, həmən bu cəmiyyətdə olan sıfıra. Əgər mən daxilimdə sevinsəm, mənim o nəfsimin heyvani və yırtıcı istəyin neynədim? Ağla təslim elədim. Əgər yox, narahat oldum ki, kaş bunun yanına gəlməzdim, gözləyərdim, ölərdi, qapazlayardım, filan eləyərdim, mal mülkü götürərdim, narahatçılıq. İçə icazə yoxdur ya, iç, daxil, batin, icazə yoxdur bu proses geçsin. Bu, İslam, bu təslim mərhələsinə qalxan insanlar nədir? Azdır. Bu üçüncü mərhələdir. İnsanın heyvanı, yırtıcı, istər qeyri-yırtıcı hisslərinin ağlın hökmünə tabi olması. Bu dönəmi yaşaya bildirsə, bu artıq İslamın neçənci mərhələsinə qalxıb? 3-ə. İndi gəlirik sonuncu mərhələyə. Diqqət edin. Deməli, Əl-Bəqərə surəsi 128-ci ayə. Oxuyuram. Bismillahirrahmanirrahim. Rabbənə və cəalnə muslimeyni ləkə. İbrahim əleyhissalam oğlu İsmail əleyhissalamla yanaşı deyir ki, ya Rab, biz ikimizi neynə? Müsəlmanlardan qərar ver. İndi diqqət edin. İndi necə, dördüncü mərhələni necə başa düşmək lazımdır? Təslim olmaq iki hissəyə bölürük. İbrahim əleyhissalam deyir ki, ya Rab, bizim ikimizi də neynə? Müsəlmanlardan qərar ver. Məni də, oğlumu da. İndi sual. İbrahim əleyhissalam və İsmail əleyhissalam Allaha təslim olmuşdular ya olmamışdılar? Başqa bir ayədə kəsmək əmri gələndə ayə açıq aşkar deyir ki, ləmma əsləmə. O zaman ki, hər ikisi Allaha hökmünə təslim oldular və kəsməyin də növün Allah göstərir və hamısına da itaət eləyir. Təslim olmuşdular. Bəs bu istək nədir? Bu sonuncu istəkdir. Rəbbənə və cəalnə muslimeyni ləkə. Təslim bölünür iki hissəyə. Bir qism təslim var ki, sənin ixtiyarı öz əlindədir. İstəyirsən təslim ol, istəyirsən təslim olma. Bir qism işlər də var ki, həmən o işlərin də ixtiyarı səndədir, amma onu silirsən, verirsən kimə? Allaha. Ki, mən ixtiyarımı istəmirəm. Mən ixtiyarımı neynəmirəm? İstəmirəm. Bu ixtiyarı, iradəni verirəm sənə. İbrahim əleyhissalam və İsmail əleyhissalamın Allahın qarşısında müsəlman olmaq istəyirəm ikisinin arzusu o ixtiyarı əlində olan təslimdəndir. Namaz qıl, oruç tut, həc məsələsi. Bunlar hamısı nədir? Şəxs istəyir eləsin, istəyir nədir? Eləməsin.
Bu hər iki peyğəmbərin istəyi o İslamdır ki, iradəm mənim olmasın. Mənim iradəm hərəkət eləsin, nə ilə? Allahın istək və iradəsi ilə. Bu mərhələ İslamın ən sonuncu nədir? Mərhələsidir ki, onu hər bir peyğəmbər sonu üçün neynir? Arzulayır. İndir. Müsəlmanların bu İslam məqamının zirvəsində kim durur? Onu Quran-ı Kərimdən sübut eləyir. Diqqət edin. Allah Teala Ən'am surəsi 162 və 63-cü ayələrdə buyurur. Bismillahirrahmanirrahim. Allah Rəsuluna əmr edir. Qul, de. İnnə salati və nusuki, namazım, nusuk ibadətlərim, məhyaya, diriliyim, məmati, ölülügüm, lillahi rabbil aləmin. İnsan ya diridir, ya nədir? Ölüdür. Deyir, nəyim varsa nədir? Lillah. Məxsusdur Allaha. Ney nədir? İradəni tapşırdı kimə? Allaha. Və la şərikə ləhu, Allahın şəriki yox. Və bizəlikə umirtu və ənə əvvəlül muslimin. Müsəlmanların birincisi kimdir? Mənə. Bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Deməli, biz müsəlman olmaq üçün hələ 3-cü mərhələyə qalxmaq üçün nə etməliyik? Peyğəmbər ortada olmalıdır. 3-cü mərhələyə biz qalxmağımız üçün Peyğəmbəri nədir? Ehtiyacımız var. Zahirimiz, zahiri İslam üçün Muhammədən Rəsulullah. 1. Salavat zikrilə. Ayətlər, iman gətirmək, İslam gətirmək, Peyğəmbər bizə çatdırmasa nədir? Yetişə bilməyəcək. 2. 3-cü, İstəklər, nəfsani, heyvani istəklərin əqlə tabi olmasında da Peyğəmbər nə olmalıdır? Hakim olmalıdır. Yenə Peyğəmbər. Sonsa nədir? O, bizim qalxacağımız məqamlar deyil. O, ancaq Peyğəmbərlərə məxsusdur və Peyğəmbərlər arasında da zirvədə oturub kim? Bizim Peyğəmbərimiz. Və onunla yanaşı ikinci oturan Ali İmran surəsi 61-ci ayət. Diqqət edin. Bismillahirrahmanirrahim. Allah Teala buyurur. فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالُوا أَبْنَاءَنَا تَعَالُوا نَدْعُوا أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ نِسَاءَنَا وَنِسَاءَكُمْ أَنْفُسَنَا وَأَنْفُسَكُمْ. Deməli, Allah Rəsulunun ənfusu kimdir? İmam Əli əleyhissalam. Əvvəlil muslimin kimdir? Allah Rəsulu. Allah Rəsulu əvvəlil muslimindirsə, onun əhl-i beyti də nədir? Ənfus hökmündə götürülüb o zirvədə oturulmalıdır. Aydın oldu? Mənim Allah Rəsuluna eləyəcəyim hədiyyə buydu ki, təslim məqamı müsəlman olmaq üçün 3-cü mərhələyə qədər Allah Rəsuluna ehtiyacımız var. Amma 4-cü mərhələ sırf məxsusdur kimə? Peyğəmbərlərə və zirvəsi də məxsusdur Peyğəmbər və onun əhl-i beytinə. Deməli, bir qism İslam oldu ki, imandan aşağı, bir qism İslam oldu ki, imandan qat-qat yuxarı. Allaha and verirəm İzzət-i Cəlalına xatir bizi bu dünyada və axirətdə həqiqi müsəlmanlardan qərar versin. Zamanə imamının zuhurunun təcili üçün və bizdən razı qalması üçün salavat zikr eləyək.